Yenidən dəb olan korsetlər, bədən formalaşdırıcı bodilər və korreksiya edici corablar uzun müddət geyildikdə insan orqanizminə ciddi mənfi təsir göstərir. Bu barədə Perm Politexnik Universitetinin elmi müşaviri, tibb elmləri namizədi Sergey Solodnikov danışıb. Uzun müddət sıxılma diafraqmanı və ağciyərləri təzyiq altında saxlayır. Nəticədə səthi nəfəs alma, oksigen çatışmazlığı və hətta ürək fəaliyyətində pozulmalar baş verir. Həzm sistemi yavaşlayır, mikroflora dəyişir, qəbizlik və iltihabi xəstəlik riski artır. Dar geyim əzələləri zəiflədərək düzgün duruşa mane olur. Nevroloji ağrılar və əlavə ürək-damar yükü yaradır. Xüsusilə bədən formalaşdırıcı bodilər qadınlar üçün risklidir. Yanlış ölçü və uzun müddət geyinmə daxili orqanlara, reproduktiv sistemə təsir edərək menstruasiya pozuntuları, çanaq bölgəsində ağrılara və əzələ zəifliyinə səbəb olur. Dar geyim limfa axınını da pozur, ödem və detoks funksiyasının azalmasına gətirib çıxarır, deyə mütəxəssis xəbərdar edib.